Salam uşaqlar, xoş gördük sizləri. Bu gün sizinlə informatika 5-ci sinif dərsliyinin növbəti mövzusu olan informasiyanın kodlaşdırılması mövzusu ilə tanış oluruq. Uşaqlar, aldığımız informasiyanı müxtəlif formalarda saxlaya, yaxud da təqdim edə bilirik. İnformasiyanın növündən və məqsədindən asılı olaraq təqdim etmə forması da müxtəlif formada ola bilir. Yəni biz informasiyanı həm şəkillə, həm cədvəllə, həm qrafik formada, həm də sözlə təsvir edə bilərik. Misal üçün, burada bizə 4 dənə tapşırıq verilib. Deyir ki, informasiyanı müxtəlif formalarda göstərin. Sizdə 12 oğlan və 6 qız var. Biz bunu cədvəl şəklində yazıb, oğlanların sayı 12, qızların sayı 6 yazmaqla da göstərə bilərik. Eyni zamanda bir dənə qız şəkli çəkib, bir dənə oğlan şəkli çəkək. Qızların qız şəklinin altında 6, oğlan şəklinin altında isə 12 yazmaqla şəkil formasında da təqdim etmək olar. Sonra yağış yağır, yağışın səsini göstərə bilərik. Eyni zamanda yağış yağan bir mənzərə şəkli çəkməklə də göstərmək mümkündür. Uşaqlar, informasiyanı müxtəlif şərti işarələrlə təqdim etmək olar. İnformasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələr sisteminə kod deyilir. İnformasiyanın hər hansı kodla göstərilməsi isə kodlaşdırma prosesidir. Eyni zamanda kodlaşdırma prosesinin əksi kodaçma prosesidir. Yəni biz gündəlik həyatda özümüz də hiss etmədən daimi şəkildə kodlaşdırma və kod açma ilə məşğul oluruq. Misal üçün, yol kənarlarında gördüyümüz yol nişanları özlərində bir kod sistemidir. Həmin kod sisteminin, yəni yol nişanlarının üzərində həmin nişanların mənası əks olunmur. Ancaq biz onları öncədən bildiyimizə görə həmin nişanlara baxaraq bizə nə dediyini görə bilərik. Misal üçün, birinci şəkildəki yol nişanı yol 1, ikinci şəkildəki yol nişanı piyada zolağı, üçüncü şəkildəki yol nişanı isə dayanmaq qadağandırı ifadə edir. Eyni zamanda kompüterimizin iş masasında olan həmin bu simgələr özləri də bir kod sistemidir. Birinci simgə qovluğu, ikinci simgə çöp qabını, üçüncü simgə Google Chrome brauzerini, dördüncü simgə isə Paint proqramını ifadə edir. Uşaqlar, biz yazı yazarkən də kodlaşdırma prosesi ilə məşğul oluruq. Məktəbə getməyən, hərfləri tanımayan hər hansı bir şagird yazı yaza, verdiyi hər hansı bir mətni ona versək, həmin mətni oxuya bilməz. Çünki o, əlifbadakı kod sistemini bilmir. Biz artıq həmin kod sistemini bilirik deyə biz yazı yaza, yəni kodlaşdıra bilirik. Eyni zamanda kitabda yazılan məlumatı oxuyaraq da kod açma əməliyyatını yerinə yetirmiş oluruq. Gəlin burada bizə verilən həmin bu kodları açaq görək burada nə yazılıb. Deyir ki, Böyük Türk İslam aliminin adındakı hər bir hərf onun əlifbamızdakı nömrəsini ifadə edir. Birinci 8 hərfli 8-ci hərf F hərfidir. Birinci hərf A hərfidir. 24-cü hərfi deyək ki, bilmiriksə, burada yenə də 1 var. Deməli, bu da A-dır. Burada ikinci B-dir. Və 14-cü hərf İ hərfidir bildiyimiz kimi. Burada qalır Farabi, yəni bu da bilirik ki, hansı alimdir? Farabi. Deyir, Azərbaycan əlifbasının hərflərini ardıcıl nömrələməklə söhbətin hansı alimdən getdiyini müəyyənləşdirin. Həmin alim haqqında nə bilirsiniz? Həmin alim haqqında məlumatı araşdırıb tapmağı da sizə ev tapşırığı olaraq tapşırıram. Eyni zamanda burada sual və tapşırıqlar var. İnformasiya nə üçün kodlaşdırılır? Riyazi ifadələr yazarkən hansı işarələrdən istifadə edirsiniz? Bu işarələr hansı idman növlərini bildirir? Araşdıraq öyrənək blokunda verilmiş üsulla öz adınızı kodlaşdırın. Qoxu və dad informasiyasının kodlaşdırıla bilərmi? Uşaqlar, buradan da sizə 2 nömrəli, 3 nömrəli və 4 nömrəli tapşırıqları evdə yazmağa, 1 və 5-ci tapşırığı isə şifahi olaraq cavabını tapmağı tapşırıram. Növbəti dərsdə sizdən yazılmış vəziyyətdə olan tapşırığı yoxlayacağam və eyni zamanda şifahi şəkildə tapşırdıqlarımın da cavablarını soruşacağam. Bugünkü dərsimiz bu qədər. Sağ olun, özünüzə.